Sınıfdazın değerli dostları, Odyssey of the Seas gəmisinin fiziki məhdudiyyətlər üçün olan bir otağını diqqətinizə çatdırıram. Pəncərəli bir otaqdır. Yataqları bu şəkildə bütün gəmilərdə olduğu kimi iki ayrı da birləşə bilər. Divanı var. Burada əsas xüsusiyyətlərdən biri sanitar qovşağın bu şəkildə fiziki məhdudiyyətli vətəndaşlarımız üçün gəlib, dincəlib, rahat hər hansı bir maniyə olmadan keçirebiləcəkləri bir tərtib. Diğerlərində olduğu kimi yenə də burada fen və deməli seyf və bu tipli qardirob belə bu şəkildə rahatdır ki, fiziki məhdudiyyətlər biz narahatçılıq yaşamasın, rahat bir şəkildə əşyalarını götürə bilsinlər və ya qoya bilsinlər. Bax belə çox geniş, rahat bir kayutadır. Xüsusilə fiziki məhdudiyyətlər üçün qapının açılıb bağlanmağı üçün knopkası və girişdə hemen sol tərəfdə də lazımlı ləvazimatlar. Bax belə. Odyssey of the Seas gəmisi.